Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. İş tapmaqda çətinlik çəkən şəxslər üçün Dövlət Məşğulluq Agentliyinin layihələri səhrada suya bənzəyir. Belə ki, agentliyə müraciət edən şəxslər fərqli layihələrdə iştirak etməklə işlə təmin olunma fürsəti qazanırlar. Agentliyin açıqlamasına görə müraciətlərə 5 iş günü ərzində baxılır və münasib iş təklif edilmədiyi, işə götürən tərəfindən vakansiyadan imtina edildiyi təqdirdə həmin şəxslər işsiz kimi qeydiyyata alınır. Hazırda işsiz kimi qeydiyyata düşən şəxslər üçün 175 sahə üzrə peşə hazırlığı həyata keçirilir. Bu siyahı ilə agentliyin saytında tanış olmaq mümkündür. Qeyd edək ki, peşə hazırlığı layihəsinə müraciət etmək istəyən şəxslər yaşadığı rayon üzrə regional məşğulluq filiallarına müraciət edə bilər. Vətəndaşların orada qeydiyyata aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra peşə hazırlığı üzrə layihədə iştirak etmək istəyən müsahibələrə cəlb olunurlar. Ödənişsiz əsaslarla təşkil edilən və 1-6 ay müddətində davam edən peşə hazırlığında iştirak edən işsiz şəxslər minimum aylıq əmək haqqı məbləğində 345 AZN təqaüd ödənilir.